Hamıya salamlar YouTube. Bugün sizlerlə Assassin's Creed 3 Remastered'a başlayacağıq. Ümumiyyətlə Assassin's Creed serisinə hakim olmayanlar varsa bundan əvvəlki hekayələrə baxmağın məsləhət görürəm. Məsələn, YouTube'dan baxa bilərsiniz. YouTube'da kim var? Oyunun ardıcılığı belə gedir. Assassin's Creed 1, 2, sonra Brotherhood var, Revelations var. Hamısına baxmağı bir kanal var, oradan məsləhət görə bilərəm. Məsələn, Assassin's Creed Brotherhood'a baxmazsa, Brotherhood hekayəsi yazırsınız. Talha Aynacı deyə bir kanal var. Hamısının hekayəsini çox qəşəng bir şəkildə danışıb. Mən də bəzilərini oradan baxmışam. Məsləhət görürəm ki, birinci oradan hekayələrə baxıb sonra buna başlayasınız ki, heç bir spoiler almayasınız. Yəni, videonun bundan sonrasında çoxlu spoiler ola bilər. Onda tək oyuncular deyək, başlayaq. Sizin türkçə yamada qurmuşam ki, hamı təmiz başa düşə bilsin. Adımızda koyaq və Used to be when başlayaq. people talked about the end of the world, we locked them up. Or laughed Baş-başa them off. bıraxıram sizi. Sometimes both. But we never took them seriously. Maybe we should have. But I'm getting ahead of myself. Better to start at the beginning, with the abduction of Desmond Miles, my son. This boy had no ambition, no direction, no plans for the future. What he did have was a heritage, one he chose to deny. It nearly cost him his life. He was captured and imprisoned. Those who took him believed he could help them find something. The apple. One of several artifacts we call Pieces of Eden. Bits of ancient technology scattered across the globe. Some hidden, some found, all of them dangerous. Most are held by a single group, the same group that now had Desmond. You know them as Abstergo Industries. We know them as the Templars, as the enemy. We've been fighting them for thousands of years, even longer if you believe the stories of their origins. I do. After all, I've seen the truth. That's the beauty and the horror of the Animus. A device that allows us to enter and experience the lives of our ancestors. It holds the power to change everything, to show us history the way it really happened. Up until its creation, to the victor went the spoils, went the truth. We're trying to fix that, to free minds and bodies both. But there's only so much that we can do, and the Templars have the upper hand these days. But something larger than the Assassins and Templars is approaching, bigger than all of us. And if we can't find a way to stop it, these next few weeks will probably be our last. Everyone's last. In the end, it all comes down to him. To Desmond. Through the Animus, he discovered his heritage, explored the lives of his ancestors, and uncovered their secrets. When that was done, he trained. He used another ancestor to provide decades of experience in the span of a few days. It worked. We think. We hope. Soon, though, soon we'll know. That ominous date fast approaches, December 21st, 2012. None of us knows what it'll bring, only that this is where they want us to be, when it does. They've been guiding us in their own fractured, frustrating way. These voices from the first civilization, the ones who came before, a precursor race of immense power and uncertain motives. They're the ones who made the Pieces of Eden. This is where they've led him, and through him, us. He stands at the entrance to this long-lost place, armed with the knowledge of Altair and the abilities of Ezio. He holds in his hands the Apple of Eden, and we stand at his side, ready to support him however we can. His name is Desmond Miles, and he has brought us to the end. Və Desmond Miles'ın hekayəsinin qısa bir hissəsini eşitmiş olduq. İndi də son olanlardan sonra maşındayıq və başqa bir yerə daşınmışıq, Animus'dan bir yerdə. Sonuncu dəfə nələr olmuşdu? Relevations'da bütün açarları tapmışdıq məncə. Və sonra Desmond'u Animus'un içindən qurtara bilmişdik. Həmin vaxtda atamızı gəlib bizi götürüb başqa bir yerə aparmışdı. İndi atasının gətirdiyi bir yerdədir. Buradan hekayə davam edəcək. Let's go. Gedək. Sonuncu dəfə Lucy'ni öldürmüşdük, çünki Lucy bizə xəyanət eləyib.
cənnət almasını götürəndən sonra tapınaqçılara verəcəkdi, Templiyerlərə. Və Animus'un içində sıxışıb qalan Denek 16 bunu bildiyi üçün Animus'un içindən bizə Lucy'ni öldürtdürmüşdü. Niyə qaça bilmirik? Hələ icazə vermir deyəsən. Mesela arkada qaldım, gözünmədi. Ha, getdik. Buradır belə. Ay kişi. Ayta, gətirmişsən bizi bura. Bura nədən? Normal yer tutun da. Durun görək Animus'u bura. Animus nədir, cənnət alması nədir, bu Desmond kimdir? Bunların heç birini bilmirsiniz. Bəlkə Assassin's Creed oyunlarına baxmamızı məsləhət görürəm. Məsələn, bu əlində tutduğu cənnət almasıdır. Apple of Eden. Bu Alman çox böyük gücləri var. Gördüyünüz kimi, indi də açar kimi qapını açacaq böyük ehtimalla. In another moment, down went Alice after it, never once considering how in the world she was to get out again. Çalışacağım ki, çox alt yazı olan yerlərdə, söhbət olan yerdə danışmayayım ki, hekayəni normal başa düşə biləsiniz, problem olmasın. Gedək, girək içəriyə, görək nələr baş verir. Nə qəribə yeriymiş belə. Qaça bilirik, qaça bilirik. Onda iş başa düşdü də, yenə başlayırıq tullanmağa. Ora-bura. Deyəsən hələ yox. Hələ qapılar açıq. Bu Desmondda Ezio və Altair'dən aldığı güclərlə artıq cənnət almasını idarə eləməyi öyrənib. Bu çox güclü bir şeydir, cihazdır. Hər adam bunu idarə edə bilmir. Amma bizim bu igid oğlan Desmond bacarır. Gedək görək də bura haradır. Nədir belə? Yanır sönür. Onu parçasına oxşur. Bu nədir belə Desmond müəllim? Açar demiş bir başa. Bizdən əvvəl dünyada yaşamış üstün bir ilk tərəfindən düzəldilib və hal-hazırda da məqsədləri bizim dünyanı yox olmaqdan xilas eləməkdir. Bayaq introda gördüyümüz kimi 2012-ci ildə nəsə olacaqmış dünyaya. Anahtarı bulmalısın deyir. Haradadır bəs bu key? Son? Buyur. Sir. Aha, bizi keçmişə apardı nəsə. Here we go again. Getdik. Yine bizi o işten bağladılar. Do you hear us? Eşitirəm. Yeah. What happened? The temple triggered a bleeding effect. You collapsed and entered into a fugue state. So naturally you dropped me into the Animus instead of, I don't know, making sure I was okay? You weren't in any danger. Besides, the temple appeared to be communicating with you, and I didn't want to risk severing the connection. At least not until we knew what it wanted. Right, of course. Son, Deməli, tapılan bizdən bir ilgisi var imiş. No, it's Nəsə fine. bağlantısı I var get it. bizlə. And Girdiğimiz I yere. know what I'm looking for, by the way. It's a key. Just no idea where it is, though. Guess that's why she triggered the bleeding effect. she? Juno, Kim? Dad. Ha, She's Juno. Bayaq bizdən Talking danışan. to me. Aha.
Okay, Desmond. Yüreğimiz While gelip you were yapamayı tullayıblar bizi visiting animasyonuna. Constantinople, we picked up a software update for the Animus. I'd like to run a couple of quick tests, make sure there aren't any major issues. Baxaq görək də All onda. right. What do you need me to do? We'll start simple. Walk to the marker over there. Gedək də. Qaçağında. Hızlı yürümə spaceymiş. Direkt özü dırmaşır dağa divara. Bizim Desmond bilirsiz ki. Okay, Desmond. Let's practice climbing on these objects. Kullanaq da ayıb olar ki. Biz meymun şeyi olsa, hırsız dağa divara, gördüyü hər çıxıntıya dırmaşır bu. Biz də yana gedək. O milli atlet kimi tapdığı hər çıxıntıya parmağı Free keçirdi run your kullanır. way through this little obstacle course. Aslında mən əvvəldən oyuna biraz hakiməm deyə şap-başap tez-tez keçirəm. Normalda biraz əlimiz öyrəşməlidir bəzi şeylər. Hop. That's a constraint. These are optional objectives that raise your synchronization rate. All right, Desmond. Follow the on-screen instructions and kill the two Templars. Öldürək onda buna. Birisi ki bu indi üstündə yoxdur deyəsən Hidden Blade, nəysə. Yəqin ki yumruqla vuracaq. Hə, yumruqla vurdu. Assassinlərin Hidden Blade deyə bir silah olur. Göydən üstlərinə tullanıb. All you have to do here is jump the Üstünə gap. tullanamadım bu dəfə. Üstünə tullanıb öldürürlər. Çıxıntıya tullanmalıyıq. Yox, bir dəqiqə. Sıxıntı qabaqda, niyə tullanmır? Hə, Space-ə basmıram. Hə, alayım. Tullan. Dırmaşaq dağa divara. Oyunun qrafikləri amma getdikcə qəşəngləşib. Mən axırda Revelations oynamışdım, orada belə değildi qrafiklər. Üçüsü də bayağı bir düzəldiblər qrafik söhbətini. Tullan. Hop. Gəldik, çıxdıq. Synchronization levels look good now. We should be able to build the world. Time to find out what the temple wants from you. Nəyəsə tapmalıyıq deyəsən. Ki bunlar tam düzəldə bilsinlər, xəritəni yükləyə bilsinlər. Gedək də onda. Nəsə paltarımız adımız da dəyişdi. Qəribə bir adama dönüşdük. Yavaş-yavaş deyəsən oynayacağımız karakterə dönüşməyə başlayırıq. Sir? James oldun, efendim. Everything all right, sir? Yes, fine. I'm just preoccupied, that's all. Hi, Tom. Don't forget your invitation. Master Birch will be meeting you inside. Thank you. Where shall I retrieve you once you're done? Front of the Opera House. And be quick about it. Don't expect to be here long. I'll bring her round at once. Harasa gedirik deməli. Biz də gəlib James itdə. James götürəcək. Başlayaq da onu da görəməm. Getdik. Invitation, please. Al. Shall I take your coat, sir? Ehtiyac yoxdur, sağ ol. Gedək onda. Ladies and gentlemen, you are requested to kindly find your seats. Mesela bir operaya mı gəlmişik, hara mı gəlmişik, yoxsa opera adında gizli bir toplantıdır mı, nədir bu belə? Çox qalmayacaq zat dedi, Good yəqin ki, evening, sir. nəsə bir This görüşmə way, üçün please. gəlmişim. Təşəkkürlər, təşəkkürlər. Keçək gedək oturaq yerimizdə. My apologies. Yol verin, üzürlü sayın, üzürlü sayın. Üzürlü sayın. Keçək oturaq. Evening, Haytham. Reginald? I can't tell you how yes, happy yes. I was to hear they'd mounted this revival. Gay's best work by far. Have you seen it before? Once. My father brought me here as a child. Though I remember little of it. I don't suppose tonight will afford me the luxury of a proper viewing either. No, I'm afraid it won't. On to business then. Do you see him? Kimi?
Aa, kartal görüşü. Assassinion'da. Aha, adam buradadır. Bunu öldürəcəyim, eləyəcəyim buna. He's seated in one of the boxes above. The stairs are watched. You'll need to find another way up. Arkada dırmaşmağa yer var, dırmaşa. Biz onda ikimiz de yəqin ki, bu Reginald'dan Assassin'ik. Burada bir görev için gəlmişik yəqin ki. Tapmışıq gizli yerimizi, bırak bizi gedək. Yol verim dənə, yol verim onunla edəcəm, üzülürsən. Durmağa ehtiyac yoxdur. Heç bir şəkildə diqqət çəkmədən. Tez bazar buradan, hop. Sıra qaranı. Qətiyyən heç kim bizi görmür hava. Göydə gəzirik, heç kim bizi görmür. Heç kim demir ki, bu manyak kimdir, burada göydə gəzir. Ayıb da, teatrda bu nə də? Bu nə də 800 metroda? Utanmazlar. Tırmaşaq da onu da biraz da yuxarıya. Hədəfimiz hardadır? Oradaydı bayaq, yox olub amma nəsə görünmür. İnşallah qaçıb eləməmişdir. Bir dənə də yuxarıya. Hələ də bizi görən yox deyə deyəsən aşağılarda. Polisə gedən bir yol. Yol əvəzdə yol yox. Yukarı ya da aşağı oynat. Yukarı veya aşağı oynadıram. Ne açtım yetersin. Bəxtə açsın. Hidden Blade'imiz var mı? Deyəsən var, sağ qolumuzda bəlkə bir şey var. Bağlanmış. Aha. Yavaş yavaş, ehtiyatlı. Taba basaq. Tab menüyünü açırmış heç. Bundan əvvəlki oyunlarda inventeri açırdı ona görə. Dedim bəlkə Hidden Blade'imizi görərik. Amma Assassin isə yəqin ki, onlar üstümüzü tanlasın. Heç kim də bir sönüb baxmır ki, səhnədə arxadan nələr baş verir. Bu ay niyə uçur o yan bu yana. Gözcüyünəz coşku birazdan olacaq deyən. Öldürəcəyim adamın yanına gedim. Sakit gedək. Nə qəşəy də baxır özü üçün. Olacaqlardan xəbərsiz. Salamlar cənab, necəsən? Adımızı dedi. We would have found another way. Yes. But then you would have known. For what it's worth, I'm sorry. As am I. İstəmədən öldürürük deyəsən. İstəmədən öldürürük deyəsən. Bu şahiddir. Sakit dur. Səsini çıxartma. Kəsərəm səni. Qulaqlarımı kəsərəm. Heç nə eşitmədən, heç nə görmədim. Kişini istəyərək öldürmədik və kişi də üzr istədi bizdən öləndə. Burada bir işlik var. Burada bir şeylər var. Opera evindən çıxaq. Sakit çıxaq. Aha, görüblər yemeğini. Aha. Ne oldu? Ha, adamın üstüne yığıldılar. Bizim yəqin game'imiz, adımız qəşəydi deyə bizə ilişən yoxdur. Çəkilin gedək, çəkilin.
Yol ver, yol ver, yol ver. It happened right in that balcony. What are those Bakak men görək. doing in there? I'm staying where it's Adamın safe. meydi orada yox deyə, nətər yəni? Yoxsa oradadır. Peace, friends. There is no danger. Çəkil görüm o yana. İyi. Move. Order. We must have order. Imbecile. Gedək bizi gözləməlidirlər çöldə. Bayaq bizdən gələn kişiyə demişdi ki, gəl götürsün bizi. Yazığı tutublar. Elə bilirlər o eləyib. Eləyən burada deyə çıxır aradan bu öcü. I need to get out. Yol ver, yol ver. Çəkil görüm keçəl baş. Hala yol ver. Yol verin, yol verin, yol verin. Allah razı olsun. Sür getdik, çıxaq aradan. And how was the opera? Rather dull, truth be told. Mən. O nəsə Shall we göstərmiş be yanına. off then? Aye. Ona bax. To Fleet and Bride. By your command. Bu nəsə çox qəribə bir şeydir. Anahtar dediyi budur bəlkə. Deyirdiyi anahtarı tapmalısan bəyə bizə. Junoydu kimi idi. Fascinating. Gentlemen, I hold in my hand a key. Düz tapmışam, And anahtar if this budur. book is to be believed, it will open the doors of a storehouse built by those who came before. Ah, yes. Those who ruled, reigned, and vanished from the world. Do we know what it is that will be held within? It could contain certain knowledge, perhaps a weapon or something as yet unknown, unfathomable in its construction and purpose. It could be any of these things, or none of them. Ha. They are still an enigma, these precursors. But of one thing I am certain. Whatever waits behind those doors shall Bir prove a kapı var, great nəsə boon gətiriblər. to us all. Və onun içinə baxmaq istəyirik. İndi ona görə də bu açar lazım imiş. Gedib Should götürmüşük they find açarı. it first? They won't. You've seen to that. I assume you know where this storehouse is? Ah, Mr. Harrison. Gentlemen, Bayırsan bilirmi? How fair your calculations? I believe the site lies somewhere within this region. That's a lot of ground to cover. My apologies. Were that I could be more accurate. That's all right. It suffices for a Heç start. sanmaz deyə bax And that is why we've called you here, Master Kenway. We'd like for you to travel to America, locate the storehouse, and take possession of its contents. I'm yours to Deyirsən. command. Gedək. Although a job of this magnitude will require more than just myself. Of course. Upon this paper are the names of 5 men sympathetic to our cause. Each is also uniquely suited to aid you in your endeavor. With them at your side, you will want for nothing. Kimlər var imiş, oxuya bilmədim tam. Then I'd best be on my way. Nəsə, axır 5 dənə I dostumuz knew da our var da. faith in you was not misplaced. We've booked you passage to Boston. Your ship leaves at dawn. Hə, səhər onda Go Boston forth, gəmisinə Hatham, minib and gedəcəyik. bring honor to us all. Baş üstə. Birinci bölümü tamamladıq. Yəni %100 eşleşməklə zaten başqa bir görev yox idi eləməli. Escape. Birinci tamamlandı. Keçəyim ikinciyə. Bölüm 1'in üçüncüsü Boston'a bir yolculuk. Haydi başlayalım. Atlantik Okyan. İkinci gün. Okuya okuya gelir. Boğurum bir şeyler okuya okuya gelirim. Some fresh air might do me good. Gedək alaq. Gedək təmiz hava alaq, amma təmiz hava almamış. Bu bölümü burada bitirək. Birinci bölümdə Desmond'un başına nələr gəldiyini öyrəndik. Və Desmond'da yeni bir görev verildi. Açar tapmalıyıq. Açarı tapmışıq. İndi də gedib deponu tapmalıyıq. Gələn bölümdə qaldığımız yerdən davam edəcəyik.
Sağ olun, salamat qalın.